İnsanları elə bilirsiniz, asandır bölək deyə, filan kəs imanda ondan üstündür, filan kəs. Elə bilirsiniz, 2 vur 2-dir. Çox çətin məsələdir. Hətta deyərdim, ancaq Allaha bəllidir. Allah bilir, bütün şəraitini, bütün xüsusiyyətlərini tanıyır insanın. Necə qəzavət eləyək? Biri namaz qılır, namazlarını vaxtında qılır. Cəmaat namazlarında da mütəmadi iştirak eləyir. Hüsn-i zənn öz yerində, biz hamıya deyirik, inşallah yaxşı adamdır. Amma əqli müstəvidə qəzavət eləyəndə tez deməyək, maşallah filan kəs imanlıdır. Baxırsan, görürsən ki, bu adam ümumiyyətlə nizamlı adamdır. Ümumiyyətlə nizamlıdır. Bunun həyatının bütün hissələrinə baxırsan, bunu belə tərbiyə eləyiblər ki, bu işlərini nizamla görür. İşlərini nizamla görür. Nizamlı olmaq pis bir şeydir. Yox, pis bir şey deyil, nizamlı olmaq. Amma belə mühitdə formalaşıb, hər işini belə gördüyü üçün avtomatik olaraq namazında belə dəqiq nizamla qılır. Namazında elə qılır. Allah əmr etməsəydi də, o hər hansı işini belə görür sadəcə. Bunun xasiyyəti budur ki, bu nizamlıdır. O qədər də imana aid olan məsələ deyil, bəzən. O qədər də Allaha aid olan məsələ deyil. Bu, bunun mənəvi xislətidir, özündən asılı olmayıb. Bunu belə tərbiyə ediblər, atası da belə olub, genetik belə olub, bu nizamlı adamdır. Bunu zəhmət çəkib əldə eləməyib. Dostuna baxırsan, namazlarını nizamlı qılmır. Zöhr namazını 3-də qılır, şam namazını 9-da qılır. Baxırsan, tez demə ki, bu dostu o birisi dostundan üstündür. Tez demə bunu. Bu da elə mühitdə böyüyüb ki, bu nizama öyrəşməyib. Bu, bugün bir iş görürsə, sabaha məlum deyil onun eləyəcəyi yox. Qərarları həmişə belə olub. Bunu belə tərbiyə ediblər, belə genetik olaraq belədir. Bu elə bir il namaz qılırsa hələ, bu elə bunun üçün böyük şeydir. Çünki bu heç bir işini bir il görməyib ardıcıl. Bu bir il bu nizamsız namaz qılması, onun neçə il həmin nizamla namaz qılması qədərdir, bəlkə də ondan üstündür. Biz bilmirik. Mən bəraət vermək istəmirəm o insanlara. Bu söhbətlər biraz təhlükəlidir, sui-istifadəyə açıqdır. Mən demirəm cəmaat arxayınlaşsın. Bu ki, indi onsuz da nizamsız adam idi, dinə gəlib, heç olmasa gündə bir ildir eyni əməli təkrar eləyir, bu artıq bunun üçün qazancdır. İnşallah yavaş-yavaş nizamlı da olar. Yolu getsin, davam eləsin. Amma biz tez qəzavət eləməyək. Səhti baxsaq deyərik, filan kəs namazını əvvəl vaxtda qılır, filan kəs gecikdirir. Bəs nəticə bu ondan üstündür. Belə olsaydı nə vardı ki? Niyə bu nizamlı qılır, niyə o qılmır? Bu hansı mühitdə böyüyüb, o hansı mühitdə? Bu hansı genetik xüsusiyyətlərə malikdir, o hansı? Bunun şəxsiyyətini araşdıraq, görək ki, bunun namaz qılması böyük mübarizədir. Bu isə namaz qılmasa da yeməyini də dəqiq yeyir. Bunun hər işi, bu saat adət eləyib, hər işi qaydasında, vaxtında görsün. Bunu o saat imanla əlaqələndirməyək.